Prezident İlham Əliyevin 23 dekabr 2004-cü il tarixli əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında sərəncamının bir hissəsi hələ də icra olunmuyor. 2004-cü ildə düz 20 il bundan qabaq 21 il 3 ay ərzində təkliflər hazırlayıb təqdim etməyə tapşırmışdı. Amma bu tarixdən bir aya yaxın vaxt keçib hələ də müvafiq qərar qəbul edilməyib. Fikir verin ha. Prezident deməli, əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Nazirlər Kabinetinə tapşırıq verir ki, 3 ay müddətində bunlar hazırlansın, verilsin. Nazirlər Kabineti onu eləmir. Milli Məclisin deputatı Alim Əli Mənsimli mətbuata açıqlama verib. Sözügedən sərəncamda yalnız minimum əmək haqqı və pensiya deyil, həmçinin sosial müavinətlərin və təqaüdlərin də artırılması nəzərdə tutulub. Fikir verin ha. Biz deyirik 80 manat veteran pulu, 220 manat qocalıq pulu ha. Nə vaxtdandır bu verilir ki, qardaş, bunları artırın. Nazirlər Kabineti bunu artırmır. Niyə? Nazirlər Kabinetinin nə marağı var bunu artırmaz? Bu xalqına niyə belə düşmənçilik aparır Nazirlər Kabineti? Nə məsələdir bu? Əli Əsədov nə istəyir bu xalqdan? Axı Əli Əsədov öz şəxsi vəsaitini vermir. Prezident fərmanı ilə, prezident sərəncamı ilə sənə tapşırıq verir, deyir ki, bunu hazırda ver mənə. Hazırda ver də qardaş, niyə hazırda vermirsən? Nə marağın var sənin burada? Onun sözlərinə görə həmin sərəncamda Nazirlər Kabinetinə 3 ay müddətində, yəni ən gecə martın 23-nə dək sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərini Azərbaycan Prezidentə təqdim etməsi tapşırılmışdır. 23 marta qədər. Bu gün ayın neçəsidir? Aprel ayının 16-sı. Az qalır bir ayda keçib üstündən. Məsələn, həmin sərəncamın minimum əmək haqqı və minimum pensiya ilə bağlı hissələrinin vaxtında reallaşdırılması məntiqindən yanaşsaq, sosial müavinətlərin və təqaüdlərin artırılması məsələsi aprel ayında yekunlaşdırılmalıdır. Əgər bu ay reallaşdırılmasa, onda növbəti aylara qalacaq və konkret nə vaxt reallaşacağını söyləməkdə çox çətinlik çəkirim deyə Əli Mənsimli bildirir. Məlumdur ki, 2019-cu ildən müharibə veteranlarımıza kommunal xərclərin ödənilməsi məqsədi ilə veteran pulu deyilən, yəni 80 manatlıq müavinət verilir. 2019-cu ildən bu yana həmin xərclər xeyli artıb. Qaz qalxıb, işıq qalxıb, su qalxıb, kanalizasiya qalxıb, hər şey qalxıb. Əgər kommunal xərclər artıbsa, həmin müavinətin də müvafiq nisbətə artırılması məntiqə uyğundur deyə deputat bildirir. Ona görə də hələ keçən ilin yayında biz bu məsələlər ətrafında Milli Məclisdə çıxış edərkən veteran pulu adlandırılan müharibə veteranlarına verilən xüsusi prezident təqaüdünü azı 2 dəfə artırıb 160 manata çatdırılmasını təklif etmişdik parlamentdə. Nə oldu bəs? Hani bu deputatlar? Niyə müzakirəyə çıxartmadılar bunu? Əli Mənsimli xatırladı ki, hazırda qocalıq pensiyası adlandırılan yaşa görə müavinət 220 manatdır. Millət vəkili vurğulayıb ki, bu məbləğ 2025-ci ildən tətbiq olunan minimum pensiya göstəricisindən 100 manat və ya 45%, ölkə üzrə yaşayış minimumundan isə 60 manat və ya 30% azdır. Yəni 220 manat yaşayış minimumda da 285 manatdır. Yəni bu anlama gəlir ki, qocalığa çıxan, qocalıqla pensiya çıxan, hökumətdən müavinət alan bir kişi hətta minimum yaşayış səviyyəsindən 65 manat da aşağıda yaşayır. Yəni minimum yaşamaq üçün əlavə ona 65 manat lazımdır ki, bu ancaq özünü gündə bir çörək, nə bilim, bir də su, bir istakan su yeməklə ayını başa vura bilsin. Amma biz Milli Məclisdə bu barədə çıxış edərkən yaşa görə müavinət alanların ağır vəziyyətini nəzərə alaraq həmin məbləğin yaşayış minimumu ilə əlaqəli şəkildə artırılmasını təklif etmişdik. Məsələn, bu il üçün yaşa görə müavinət üzrə yaşayış minimumu kimi müəyyən edilən 285 manatdan aşağı olmasını demişdik. Amma sözügedən müavinətlərin dediyimiz nisbətdə artacağı barədə əminliklə fikir yürütmək çətindir və hər birinin nə qədər artacağını yalnız sənəd ortaya çıxanda biləcəyik. Deməli,
Parlamentdə təklif verilir, müavinətlər və veteranlarla müavinətlərin qiyməti qaldırılsın, yəni miqdarı qaldırılsın. Əli Məsumlu deyir ki, biz bunu parlamentdə təklif verirsək də, parlament bu günə qədər onu müzakirəyə çıxartmayıb. Ona görə mən hər dəfə deyirəm ki, Azərbaycan parlamentində təmsil olunan deputatların hamısı Azərbaycan vətəndaşı kimi minimum əmək haqqı işləməlidirlər. 400 manata. 400 manata. Pensiya çıxanda da yaşı çatdısa, zəhmət çəkər, aldığı əmək haqqı müqabilində pensiyalar, yox, yaşı çatmadısa, bazıya pul yığa bilməsə, bizim Azərbaycan qocası kimi, ahılı kimi 220 manata möhtac olar. Və onda heç bir parlamentin nümayəndəsi, deputat risk eləyib bu məsələlərdə arxada gizlənməz, stolun altına girməz, mısmaz. Nə edir onda? Deyər, qardaş, elədiyim öz başıma dəyəcək. Niyə eləyim? Və məcbur olacaq onda xalqın mənəfeyini güdəcək. Bugün ona görə onlar xalqın mənəfeyini güdmürlər ki, xalqın lehinə qanuna qəbul eləmirlər ki, sən alırsan 400 manat, qoca pensioner alır, müavinətçi alır 220 manat, bu alır 8500 manat. Təbii ki, göydə gəzənlə yerdə gəzən bir deyil. O səni oradan görə bilməz. Samolyotla uçan adam, yəni təyyarə ilə, yerdə adamı görsə, ən uzağı, ən böyüklükdə görsə, qarışqa boyda görə bilər. O heç vaxt göydən baxan yerdəkini insan kimi görməz. Elə bilər o qarışqadır. Bugün Azərbaycan parlamentində təmsil olunan deputatlar Azərbaycan vətəndaşını bir qarışqa olaraq görür. Kiçik bir cücü, həşərat. Ona görə onu 220 manata möhtac eləyir. 265 manat, 285 manat minimum yaşayışına yox ha, 220 manat ondan da aşağıya. Mən ümumiyyətlə təklif eləmişəm ki, veteranlarla bağlı məsələ pul yığışdırılmalıdır. 180 manat pul dayandırılmalıdır. Verilməli deyil veteranlara 180 manat. Veteranlara güzəş verilməlidir. İşıqdan, qazdan, sudan, kanalizasiyadan ən azı 50% güzəş də olunmalıdır onlara. Avtobusa 50%-dən minməlidir. Təyyarəyə nə bilim 70%-dən minməlidir. Nəyə? Bu cür güzəşlər verilməlidir veteranlara. 80 manatla, yaxud da 160 manatla heç kəs yarasını sağalda bilməz. Amma insanların ən çox ehtiyac olanı nədir? Ehtiyac olan qazdır, işıqdır, sudur. Avtobuslardır, marşrutlardır, qatardır, nə bilim, təyyarədir. Güzəş ver buna. 50% güzəş ver. Mən tələbə vaxtı 19 manata gelib gəldim Moskvaya. Bilet bilməm nə qədərdir, 50% məndən güzəş verdilər. Mən 19 manata geldim Moskvaya qayıdırdım. Necə olur qardaş? Sovetin vaxtında bu güzəş vardı, amma bu günlərin müstəqil Azərbaycanda bu güzəş yoxdur. Sovetin vaxtında sıradan bir tələbiyə vardı. Bugün Azərbaycan vətəni uğrunda, torpaqları uğrunda canını vermiş veteranlara bu şamil olamır. Niyə? Bu suallar maraqlı. Niyə? Niyə biz verə bilmirik? Müstəqilik axı. Azad olunmuşuq. Suverenliyimiz bərpa olunubdur. Və bu uşaqların hesabına. Niyə biz bunlara güzəş verməyək? Ən azı heç olmasa bilsin ki, qışda evində soyuqdan ölməyəcək bu anası ölmüş. Susuz qalmayacaq. İşıqsız qalmayacaq. Verək də güzəşdir. Neft ölkəsi deyilik biz. Hər gün bizə neftdən pul gəlmir qardaş. 1 dolları 500 min dollara başa gəlir. 1 dollar. Gəlin bunun bir dolların yox, 5 dollarını ayıraq qardaş. Deyək ki, neftin qiymətindən asılı olaraq gələn neftin qiymətindən, gələn pulundan 5 dollar ayrılır veteranlara və bu cür müavinət alan qocalara. Niyə eləyə bilmirik ki biz bunu? Hər 1 dollar dediyim kimi 500 min gələcəkdir. Hesablasaq görəcəyik. 5 dollar versək 2 milyon yarım günə pul eləyir. Bunu aya vuracaq 2 milyon yarımı. Təxminən 60-70 milyona yaxın pul eləyəcəkdir. Düz qardaş, düz. Hər ay verək də bunu. Niyə vermirik biz bunu? Vüqar bəy, sualı kimə verirsən? Sualı mən hər kəsə verirəm. Bu şeylərin hamısını, bu qanun qəbul olma, bunlar prezident eləmir. Əgər onu niyyətdə tursansa, bunu parlament eləyir. O niyyətlə bu sualı veribsənsə, cavabı verirəm. Parlamentdə qanun qəbul olunmalıdır. Bu güzəştlər orada verilməlidir insanlara.